Salam, hər birinizə xoş gördük əzizləyicilər. Bugün 8 mart tortu hazırlayıram. Bunun üçün əvvəlcə qabımızın içərisinə 5 ədəd ağlı sarılı yumurta, yarım stəkan qaynar su əlavə edib yumurta ilə suyun həcmini artana kimi çalırıq. Mikserindən gördüyünüz kimi həcmi artdı, yumurta ilə su ağardı. Daha sonra stəkan yarım şəkər tozunu əlavə etdik. Onu da az-az əlavə edib bir yerdə çaldıqdan sonra 3 xörək qaşığı kakao, 1 ədəd qabartma, 1 ədəd vanil və 1 stəkan yarım un. 1 stəkan yarımdan bir barmaq aşağı un əlavə edib xəmirimizi, biskvitimizi hazırlayırıq. 2 dənə belə kvadrat şəkildə biskvit hazırlamalıyıq. 180 dərəcəli sobada bişiririk. Xəmirimiz bu cür olmalıdır, qatılığı. Bu cür olanda bişiririk. Artıq gördüyünüz kimi bizim biskvitimiz pişdi. 2 dənə bu cür biskvit hazırladıq və aralarını kəsəndən sonra aralarına qaymaq krem çəkib tortumuzu hazırlayırıq. Və krem çəkdikdən sonra aralarına şokolad sosu əlavə edib onu da çəkdik hər tərəfinə. Daha sonra ikinci biskviti yerləşdirib onu da üzərini kremlədik. Daha sonra bu kənar hissələrini həmən kremlə rəng qatıb bənövşəyi rəng edib belə bəzək saldıq. İndi isə üzərinə güllər yerləşdiririk. Suni güllərdir təbii kimi və 8 mart sözünü masika xəmirindən kəsib hazırlayıb qurutmuşam və tortumuzun üzərinə yerləşdirirəm. Daha sonra tortumuzun üzərinə çiçək yerləşdiririk. Hər tərəfinə yerləşdirdikdən sonra artıq tortumuzu hazırladıq. 8 mart tortudur. Gördüyünüz kimi çox gözəl, görüntülü, ləzzətli bir tortumuz alındı. Bəyəndinizsə like edin. Abunə deyilsə abunə olun, dəstək olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.